Xırdalan şəhəri əsas prospektin kənarı. Gördüyünüz kimi Heydərli Parkının yanı, köhnə bazar, təzə bazar, Grand Market, hər şey yanında olan bir binada sizlərə 3 otaq kupçalı bir mənzil seçib təqdim edirəm. İndi isə daxil olaq mənzilə doğru. Deməli sizlərə Xırdalan şəhərində, prospekt yolunun kənarında videonun önündə göstərdiyim kimi Grand Market, köhnə bazar, təzə bazar, nə bilim, hər yerə yaxın da, yəni hər yerə yaxın. İçi nisbən əşyalı, yəni tam əşya yoxdur, indi bəzi əşyalar var. Kupçalı mənzil çəkib təqdim edirəm. Başlayaq. Giriş isə buradır. Evin əsas giriş hissəsi buradan başlayır. Girişdə bir dənə belə bir sadə mebel var. Hamam ayaqlısı buradadır. 3 otağa perezilka bir mənzildir. Kvadrat nə qədər edir yadımdan çıxır? 76 kvadrat nə qədərdir? Burada bir dənə uşaq otağıdır. Uşağı bura bağla, bir ildən sonra görəsən qanatları çıxır. Burada da deməli yerləşir evin qonaq otağı. Qonaq otağı həqiqətən də çox gözəldir. Təmiri də yaxşıdır. Televizoru var, kondisioneri var. Təbii ki, bu boyda evə bu televizor yaramır. İstilik sistemi kombidir. Mətbəx də baş tərəfində zalımba belə bir mətbəxi var. Orada da xaldinikdir. Mətbəx mebelinə ayrı düşüb, ayrılıblar. Prospekt yolunu göstərək. Xırdalan şəhəri Heydərli prospektinin kənarı. Qaydırıq indi yenidən mənzilə doğru. Deməli, dəyərli izləyicilərimiz, mənzilimiz 75-76 kvadratdan ibarət. Sənəti kupça ipoteka yararlıdır. 3 otağa perezilkadır. Burada da yataq otağıdır. Yataq otağında mebellər, belə də mebellər var. Buradan yataq otağından da balkona çıxmaq üçün yerdir. Balkondan bir daha da prospekt yolunu göstərək. Burada kombi yığılıb. Satış qiyməti 100 neçə min idi? Nə bilim, yadımdan çıxdı qiymət. 130 neçə min idi. Yazacağım açıqlama bölməsindən. Gələrik, danışarıq, söhbət edərik. Qiymətini yazacağım, sağ ol.